Anasının xəstəliyi onu komediya aktyoru etdi. Zarafatlarına görə döyüldü. Təmizlikçilikdən Hollywood ulduzluğuna gedən yol. Ülkəz aktyor Jim Carrey haqqında maraqlı faktları təqdim edir. Tam adı James Eugene Carrey olan aktyor 1962-ci ilin 17 yanvarında Kanadanın Newmarket şəhərində doğulub. Ailədə 4 övladdan ən kiçiyi olub. Jim Carrey'nin uşaqlığı çətin keçib. Atası Percy saksofon ifaçısı idi, lakin mühasib olmaq və ailəsini dolandırmaq üçün musiqi karyerasından imtina etmişdi. Anası isə evdar qadın idi və hipoxondriyadan əziyyət çəkirdi. Yəni xəstəlik xəstəsi idi. Anasının davranışı Jim Carrey'nin də həyatını çətinləşdirirdi. 7 yaşımdaydım və anam beynim inanılmaz dərəcədə pisləşir. İstənilən vaxt ölə bilərəm kimi sözlər deyərdi. Bunlar məni tamamilə sarsıdırdı. Dəhşətlidir, amma bu onun diqqət və sevgi qazanmasının yolu idi deyə aktyor söyləyir. Məhz o zamandan Jim anasının özünü daha yaxşı və xoşbəxt hiss etməsi üçün evdə komediya ilə məşğul olmağa başlayır. Anasının psixoloji problemləri balaca Jimə də təsirsiz ötüşmür. O həyatı boyu depressiya ilə mübarizə aparan və məktəbdə tez-tez dərsi yarımçıq qoyan narahat uşaq idi. Jimə diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu diaqnozu qoyulmuşdu. 7-ci sinifdə olanda müəllimlərindən biri Dəcəl Jimə şərt qoymuşdu. Əgər sinif yoldaşlarını rahat dərs oxumağa qoysa, günün sonunda sinifdə hər kəs qarşısında 15 dəqiqə danışa bilərdi. Bu şərti qəbul edən balaca Jim fürsətdən istifadə edərək sinif yoldaşlarını əyləndirir və stand-up qabiliyyətini inkişaf etdirirdi. 16 yaş olarkən Jimin atası işsiz qalır. Bu da 6 nəfərlik ailənin evsiz qalması, mikroavtobuslarda, çadırlarda yaşamasına səbəb olur. Ailəsinə dəstək olmaq istəyən James məktəbi atır və təkər fabrikində 2 il təmizlikçi işləyir. Fabrikdə işləməyə davam etdiyi dövrdə Carrey komediya ilə məşğul olmağa başlayır. O 2007-ci ildə müsahibələrindən birində demişdi ki, əgər şou dünyasındakı karyerası istədiyi kimi olmasaydı, böyük ehtimalla bugün fabrikdə işləyirdi. Onu komediyaya yönləndirən və ən böyük dəstəkçisi atası idi. 15 yaşında Carrey öz materialını yazır və Kanadadakı kiçik yerli publarda tamaşaçıları güldürürdü. 17 yaşında komediyaçı kimin dolanışlığını təmin edə bilirdi. 100-dən çox personajı canlandıra bilən coşqun enerjisi və təqlidi ilə tanınan Carrey bir neçə il sonra Hollywooda köçür. Jim Carrey dünyaca məşhur aktör olmazdan əvvəl illər boyu ulduzluğa yüksəlişini təsəvvür etməyə çalışırdı. Hətta o 1990-cı ildə göstərilən aktyorluq xidmətlərinə görə özünə 10 milyon dollarlıq çek yazmışdı və bunu tezliklə gerçəkləşdirəcəyinə söz vermişdi. Çox keçmədən 1994-cü ildə o Axmaq və Daha Axmaq filmindən 10 milyon dollar qazanacağını öyrənmişdi. Komediya deyiləndə dünyada ağla gələn bir neçə aktyordan biri olsa da Jim vaxtilə zarafatlarına görə döyülüb. Carrey deyir ki, komediya klublarında çıxış etdiyi zamanlarda dəfələrlə zarafatlarını bəyənməyən tamaşaçıların hücumuna məruz qalıb. Jim Carrey ümumilikdə 50 filmdə, müxtəlif televiziya şoularında və seriallarda yer alıb. Onun çəkildiyi ən populyar filmlərə Heyvan Detektivi, Maska, Axmaq və Daha Axmaq, Truman Show, Ləkəsiz Ağlın Əbədi Gün İşığı, Qüdrətli Bruce, Sonsuza dək Batman, Grinch Miladı necə uğurladı, Cənab Popper'in Pingvinləri və s. misal göstərmək olar. Jim Carrey'nin həyatının çətin anlarından biri də onun keçmiş sevgilisi Katrina'nın ölümü ilə bağlıdır. Belə ki, Carrey'nin keçmiş sevgilisi Katrina Wyatt 2015-ci ildə intihar şübhəsi ilə reseptli dərmanın həddindən artıq dozasından ölü tapılıb. Onun dəfnində Carrey də iştirak edir. Bundan sonra Katrina'nın anası və həyat yoldaşı qızın ölümündə Jim Carrey'ni itham edir. Aktyor isə Kate'in problemlərinin ikisi görüşməzdən daha əvvəl başladığını deyir. Hər iki məhkəmə işinə 2018-ci ildə xitam verilir. Jim Carrey karyerası boyu rollarına görə Qızıl Globus, Emmy, Grammy mükafatları, Britaniya Akademiyası film mükafatı, ekran aktyorları gildiyası mükafatına daxil olmaqla çox sayda mükafatlar alıb. 2010-cu ildə Fransa Mədəniyyət Naziri tərəfindən İncəsənət və Ədəbiyyat ordeni ilə tərtib edilib. Jim Carrey qadınlar onları güldürən kişiləri sevir cümləsinin ən bariz nümunəsidir. Onun həyatında çox sayda qadın olub. Carrey 1983-cü ildə 8 ay müğənniliyində Ronstadtla görüşüb. 1987-ci ildə Carrey keçmiş aktrisa və komediya klubunun afisiyantı Melissa Vomer ilə evlənib və cütlüyün bir qızı doğulub. 1995-ci ildə boşanıblar. 1996-cı ildə Carrey Amerikalı aktrisa Lauren Holly ilə evlənib. Bu evlilik də qısa sürüb. O həmçinin Mən Özüm və İrin seriallarının ulduzu Renée Zellweger ilə nişanlanıb. Bir il davam edən münasibət 2000-ci ildə sonlanıb. Növbəti illərdə Carrey model, aktrisa, vizajist və s. peşələrdən olan daha 5 qadınla sevgi münasibətləri yaşayıb. Uşaqlığında kasıb həyat sürən Jim Carrey hazırda 180 milyon dollarlıq sərvətə malikdir.